Əziz şagirdlər və müəllimlər, bu günləri biz Milli Giriş kitabından tam cəmli ifadələrdən 1-dən 60-a kimi test izahlarına baxacağıq. Birinci testdən baxaq. Birinci testdə bizə nə deyir? 5x-in kubu y üstü 4 bir həddisinin qüvvəti ilə əmsalının hasilini soruşur. Qüvvət bizdə nə idi? Yuxarıda olan, yəni 3 üstəgəl 4, 7. Əmsal qarşıda olan 5. Bunların hasilini soruşur. 7 vur 5 eləyir 35. Cavab D variantı. Bu birinci sual. Gəldik ikinci suala. 3x kvadratı vurulsun 3'ün kubu vurulsun y üstü 4. Bizə deyir bir həddisinin qüvvəti ilə əmsalının cəmini tapaq. Birinci qüvvətini tapaq. Qüvvəti eləyəcək 2, 4. Cəm eləyəcək 6. Əmsal isə 3 vurulsun 3 üstü 3. Yəni 3'ün üstü 4. O da bizə verəcək 81. Bizdə də cəm soruşduğuna görə 6 üstəgəl 81 bizə verəcək 87. Cavab elədi B variantı. Gəldik üçüncü suala. Üçüncü suala bizə deyir, -3-1 x-in kvadratı, y-in kubu kvadrat. Deyir, bir həddisinin qüvvəti əmsalının neçə dəfə böyükdür. Birinci bunu kvadrata yüksəldək. 3-1-in kvadratı, -3-1-in kvadratı 9-1, x-in üstü 2 2-yə vurulur 4, y-in üstü 3 2-yə vurur 6. Əmsalı 9-1, qüvvəti 10-dur. Biz nə edəcəyik? 10-u böləcəyik 9-1-ə. O deyəcək 10 vurulsun 9, o deyir 90. Cavab elədi D variantı. Gəldik dördüncü suala. Dördüncü sualda bizə nə deyir? Misallarımızı silək. Baxaq dördüncü sual. Bizə deyir ki, aşağıdakı verilənlərdən neçəsi bir hədlidir. Baxaq. X kvadratı y, -7, x üstü -2 y kubu, sonra 3x üstə gələk 6y, sonra 4 x üstü 2-də 1 y. Burada necədir? Biz bilirik ki, x kvadrat y bir hədlidir, -7 bir hədlidir, qüvvət mənfidir, bir hədli ola bilməz. Toplama bir hədli ola bilməz. Kökün üstü kəsir, hərfin üstü kəsir, bir hədli ola bilməz. Bizdə 2 dənə oldu. Cavab eləyir B variantı. Gəldik 5-ci suala. 5-ci sualda bizə deyir, 2x kvadratı y-in kvadratının kubu vurulsun -4-1 x y kubu kvadratı. Deyir, hesablayın. Hesablayaq. 2'nin kubu 8, x üstü 6, y üstü 6 vurulsun. -4-1'in kvadratı edir 16'da 1, x'in kvadratı y-in üstü 6 bərabərdir. 8 ilə 16 gedir, qalır 2'də 1, x'in üstü 8, y-in üstü 12. O da cavab edir B variantı. Gəldik 6-cı suala. 6-cı sualda bizə nə deyir? A bir həddisinin qüvvəti 7, B bir həddisinin qüvvəti 8-dir. Bizə deyir ki, A kvadratı B-nin qüvvətini tapın. Baxaq. 7-dir. 7-nin qüvvəti 14, B-nin qüvvəti 8. Cəmləyəcək qüvvətləri eləyəcək 22. Cavab elədi Y variantı. Gəlir 7-ci suala. 7-ci sualda bizə deyir, A-nın qüvvəti 5, B-nin qüvvəti 3-dür. Bizə deyir ki, A kubu B-nin kvadratı vurulsun B-nin kubu. Bir həddisinin qüvvətini tapın deyir. Bunu necə eləyəcək? Birinci qüvvətə yüksəldik. A-nın üstü 6, B-nin kvadratı vurulsun B-nin kubu. Bərabərdir. Olacaq. A-nın üstü 6, B-nin üstü 5. İndi A-nın əmsalı qüvvəti 5 idi axı. 5-i vuracam 6-ya. Eləcək 30. B-nin qüvvəti 3 idi. 3-ü vuracam 5-ə. 15. Toplayacam bunları. Eləcək 45. Cavab eləyir A variantı. Gəldik 8-ci suala. 8-ci suala nə edəcəyik? A-nın üstü 16 bərabərdir 16-ya. Deyir, olarsa A üstü 28-i deyir, tapın. Mən birinci A üstü 16-nı, A üstü 4-ün üstü 4 yazacağım.
O da 2 üstü 4 deməkdir də. 16 2 üstü 4-dür. 4-də gedir. Deməli, A üstü 4 nəyə bərabər olur? 2-yə bərabər olur. A üstü 28 də yazacağım. A üstü 4-ün üstü 7. 4-ü 7-yə vuran 28 idi. A üstü 4-ü tapmışam 2-dir. O da necə? 2 üstü 7. 2 üstü 7 də nəyə bərabərdir? 128-ə cavab eləyir D variantı. Gəldik 9-cu suala. 9-cu sualda bizə deyir. -3 x-in kvadratı y-in kubu qüvvətdə 4 vurulsun 9-da 1 x, y üstü 5, qüvvətdə 2. Bunu necə həll edəcəyik? Birinci qüvvətə yüksəldir. -3-ün üstü 4 bizə verir 81. X-in üstü 8, y-in üstü 12. Vurulsun 9-da 1, 81-də 1 eləyir. X-in kvadratı, y-in üstü 10. 81, 81 gedir. 8, 2, 10, y, 12, 16, 28. X üstü 10, y üstü 28. Bizdən nə soruşur burada? Deyir ki, qüvvəti əmsalından neçə dəfə böyüdür? Qüvvəti neçə edir? 38. Düzdür? 38 edir. Əmsalından neçə dəfə böyük oldu? Burada nəysə yanlış gedib. Bir dənə baxaq. Y-in üstü 12, y-in üstü 10 olmalıdır burada. Hə, mən burada yanlış edirəm. 10 ilə 12, 22 edir bizdə. O deyir 32. Əmsal da 1-də axı. 32-ni 1-ə böləcəm, eləcək 32. 32 dəfə böyük olacaq. Cavab eləyir D variantı. Gəldik 10-cu suala. 10-cu sualda nə edəcəyik? Baxırıq. Bizə verib 14-ün kubu vurulsun 28 üstü 5, aşağıda 98-in üstü 2 vurulsun 392-nin kvadratı. Bərabər. 14-ü mən parçalayacağım. 2 vur 7 kimi yazacağım. Olacaq 2-nin kubu, 7-nin kubu. Vurulsun 28-i 4 vur 7 yazacağım. 4 də 2-nin kvadratıdır. 2 üstü 10, 7 üstü 5. İndi burada bir dənə 5'i yazdım. Sonra səhv oxuyuram. 5. Aha, 98 də 49 vur 2 deməkdir. 49 da 7-nin kvadratıdır. Kvadratı 2-yə vursam, eləcək 4. 2-nin də üstü 2 vurulsun. 392 olacaq bizdə 49 vurulsun 8. 49 da 7-nin kvadratı olduğuna görə 2-yə vurdum 4. 2-nin kubu 8 edir. 2-yə vuracam 2-yə vuracam 6. İndi bunu həll edək. 2-nin üstü 3, 2-nin üstü 10. Eləcək 2 üstü 13 vurulsun. 7 üstü 3, 7 üstü 5, 7 üstü 8. Aşağıda 4, 4, 7 üstü 8 vurulsun. 2 üstü 6, 2 üstü 8. 7 üstü 8-lər getdi. 2 üstü 13-dən 2 üstü 8-i çıxacam. Necə 2 üstü 5. O da bizə nə verir? 32. Cavab edir C variantı. Gəldik 11-ci suala. Buna sənin geniş yer olsun. Gəldik 11-ci suala. 11-ci sualda bizə nə deyir? Deyir ki, 9 vurulsun 6 üstü 8 vurulsun 15 üstü 10. Aşağıda 5 vurulsun 18 üstü 6 vurulsun 75 kubu vurulsun 45'in kvadratı. Burada nə edəcək? Burada parçalayacaq. 9'u yazacağım 3'ün kvadratı. 6'nı yazacağım 3 vur 2. 3'ün üstü 8, 2'nin üstü 8. 15'i yazacağım 3 vur 5. 3'ün üstü 10, 5'in üstü 10. Düzdür. 5 qalır. 18'i yazacağım 2 vur 9. 2'nin üstü 6. 9'u da 3'ün kvadratı yazacağım. Kvadratı vuracağım 6'ya olacaq 3'ün üstü 12. Vurulsun 75, 25 vur 3'dür. 25'i 5'in kvadratı yazacağım. 5 üstü 6. 3'ün də üstü 3. Vurulsun 45'i 9 vur 5 yazacağım. 9 3'ün kvadratıdır. 3 üstü kvadrat. 2'ye vuracağım 4. Vurulsun 5'in kvadratı. Yerləşmədir bura heç nə olmaz. İndi 2'ləri hesablayacağım. Bax 2 üstü 8 bir dənə burada var. Yazıram 2 üstü 8 vurulsun. 3 üstü 2, 8, 10. Burada da 10 var. 3 üstü 20. Vurulsun 5'in üstü 10. Aşağıda 5 bir dənə burada da 6 bu. Elədi 7. Burada da 2 dənə var. Eləyəcək 9. 5'in üstü 9. Vurulsun. 2 üstü 6 bir dənədir. Vurulsun. 3'ün üstü neçə olacaq? 3'ün üstü 19. 12 bu, 3 bu, 7, 4 də bu, 19. 5'in üstü 10 ilə 5'in üstü 9, 1 qalır burada. 2'nin üstü
3-ün üstü 20, 3-ün üstü 19, 3 qalır burada. 2-ün üstü 8-dən 6 çıxanda 2-ün kvadratı 4 qalır. O deyir 60. Cavab elədi D variantı. Gəldik 12-ci suala. Gəldik 12-ci suala. 12-ci sualda bizə nə deyir? 12-ci sualda bizə deyir. -81-in kubu vurulsun 9 üstü 4. Aşağıda 243-ün kvadratı vurulsun -27-nin kubu. Mən bilirəm ki, tək dərəcədən mənfi olur. Yuxarıda da mənfi var. Bizə mənfi bölünür mənfiyə eləyir müsbət. Ona görə mənfilərdən azad elədik. 81 3 üstü 4-dür. 4-ü 3-ə vuranda 12 vurulsun. 9 3-ün kvadratıdır. Kvadrat 4-ə vurulur 8. Aşağıda 243 və 3 üstü 5 deməkdir. 5-i 2-yə vuracam 10 eləyəcək. 27 3-ün kubudur. 3-ə vurulacaq 9 olacaq. Hesablayaq. Yuxarıda 13-ün üstünə 8 gələcəm 20. Aşağıda 10-un üstünə 9 gələcəm 19. Və bunlar üstlər çıxılacaq olacaq 3. Cavab B variantı. Gəldik 13-cü suala. 13-cü sual biraz geniş sualdır. Ona görə diqqətli olmaq lazımdır. 13-cü sualda 36 üstü 4 vurulsun 18-in kvadratı vurulsun 12-nin kubu 72-nin üstü 4 vurulsun 54 üstü 5 vurulsun yuxarıda 6-nın kubu vurulsun 6 burada səhvini yazdım. Eləyir 4 üstü 6 vurulsun 81-in kubu. Aşağıda 3 üstü 5 vurulsun 4 üstü 7. Aydındır. İndi bunları bir-bir parçalayacaq. Parçalayaq. 36 yazaram 4 vur 9. 4 vur 9 da mənə nə verir? 2-nin kvadratı 3-ün kvadratı. Onu da qüvvətə vuranda olacaq 2 üstü 8 vurulsun 3 üstü 8 vurulsun. 18-i yazacağım 2 vur 9. 2-nin üstü 2 vurulsun. 9 da 3-ün kvadratıdır. 2-yə vurulacaq olacaq 3 üstü 4 vurulsun. 12-ni vuracağım 3 vur 4. 3-ün kubu 4 da 2-nin kvadratıdır olacaq 2 üstü 6. Aşağıda 72-ni yazacağım. 9 vur 8. 9 3-ün kvadratıdır. 3 üstü 8. 8 də 2-nin kubudur. 12 olacaq. Vurulsun. O 54-ü yazacağım. 9 vur 6. Yəni 27 vurulsun 2 yazacağım. 27 3-ün kubudur. 15. 15 olacaq burada. 2-nin üstü 5. Vurulsun. İndi burada 6-ı yazacağım. 2-nin kvadratı. 2 vur 3. Olacaq 2-nin kubu. 3-ün kubu. 4'ü 2'nin kvadratı yazacağım. 2 üstü 12 olacaq. 81 3 üstü 4'dür. Yuxarıdakı qüvvətə vurulur. 3 üstü 12 olur. Aşağıda 3'ün üstü 5 vurulsun. 4 də 2'nin kvadratıdır. 2 üstü 14 olacaq. Bərabərdir. Yuxarıda olacaq. 2 üstü 16. Bax. 8, 2, 10. Bu da 6, 16. Burada da 3 var, 19. Burada da 12 var, 31. Bir dəfəmlik yazım. (31) Vurulsun 3'ün üstü 8, 4, 12, 15. 3 burada 18, bu da 12, 30. Vurulsun. İndi aşağıdan yazıram. Aşağıda nədir? 2'nin üstü neçə olacaq? 12, 5, 17, bu da 14, 31. Vurulsun 3'ün üstü 8, 15, 23, bu da 5, 28. Bərabərdir 31, 31 gedir. 30-dan 28 çıxanda 3-ün kvadratı qalır. Bu da mənə verir 9. Cavab eləyir Y variantı. Burada biraz diqqətli olmaq lazımdır bu testləri işləyən zaman. Çünki bir dənə mexaniki səhv bütün misalı başdan ayağa səhv edir. Ona görə qüvvətlərə yüksəldən zaman diqqətli olmaq lazımdır. Gəldik 14-cü suala. 14-cü suala bizə deyir, A bərabərdir 3 üstü 8 çıxılsın 1. Mən bunu bu şəkildə müxtəsər vurma düsturu kimi yaza bilərəm. 3 üstü 4 çıx 1, 3 üstü 4 üstəcəl 1. Düzdür. 3 üstü 4 81-dir. 81-dən 1 çıxacam. 80 eləyəcək. 81-in üstünə 1 gələcəm. 82 eləyəcək. İndi variantlarda verib 205, 16, 164, 410 və 36. Deyir hansılara tam bölünmür. Baxaq. 205-i
5-ə bölsəm 41, 81 də 82 də 41-ə bölündüyünə görə bu ədədə bölünür. 80 16-ya bölünür. Bu da getdi. Sonra 4-ə bölsəm 41, 82 də 41-ə bölünür. Buna da bölünür. Bu da getdi. 41-ə bölünür. Bu da getdi. Hansına bölünmür? 36-ya bölünür. Ona görə cavabım olur Y variantı. Gəldik 15-ci suala. 15-ci sualda bizə deyir 7 x-in üstü n çıx 2 y üstü 5. Bir həllinin qüvvəti 16 olarsa, qüvvət nə idi? N çıx 2 üstə gələk 5. Bərabərdir, bu deyir 16-dır. N bərabərdir. Cavab edir burada neçə? 13. Burada n-i tapdım. İndi mənə deyir ki, 4x üstü n, y üstü n üstə gəl 1 bir həllinin qüvvəti ilə əmsalını tap. Qüvvətini tapmaq üçün olur 2n üstə gəl 1, n 13-dür. 13-ü 2-yə vuracam. 26 üstünə bir gələcəm 27. Qüvvətini tapdım 27. Əmsalı neçədir? 4. Bunun cəmini soruşur bizdən. 27-nin üstünə 4 gələcəm, eləcək 31. Cavab elədi Y variantı. Sonra gəldik 16-cı suala. 16-cı suala 16-cı suala baxaq. 4x kvadratı vurulsun 2x çıxılsın 3x kvadratı y üstə gəl 7y-in kvadratı. Çoxaltısının qüvvətini tapın deyir. Tapaq. Qüvvəti neçədir? 2. Burada qüvvət neçədir? 3. Ən böyük qüvvət. Bunların cəmi. Vuranda bir-birini cəmləməliyikdir. Cavab edir 5. D variantı. Gəldik 17-ci suala. Bizə deyir 2x kvadratı çıxılsın 4x çıx 1. 5x kvadratı çıxılsın 2x üstə gələ 2. Deyir, çoxaltısının standart şəkildə yazılışını əmsalar cəmini tapanda x-in yerinə 1 qoyuruq. Ən rahat yol. Harda x görürsə 2 çıxılsın 4 çıxılsın 1, 5 çıxılsın 2 üstə gəl 2. Burada 2-lər gedir. 2-dən mənfi 2, mənfi 2, mənfi 3 verir. Burada da 5 olur. O da edir mənfi 15. Cavab elədi B variantı. Gəldik 18-ci suala. 18-ci sualda deyir. 3a-nın kubu üstə gələk 4a çıxılsın 2. 2a-nın kvadratı üstə gələk 5a üstə gələk 1. Bizə də çoxaltısının standart şəkildə yazılışında a kvadratının əmsalını tapın. A kvadratının əmsalını tapmaq üçün vurub açmalıyıq. Vuraq açıq. 3a kubunu vurdum 2a kubuna. Elə də 6a üstü 5. Üstə gələk 3a kubunu vurdum 5a. 15a üstü 4. 3a kubunu vurdum 1-ə 3a kubu. Üstə gələk 4a-nı 2a kvadratına vurdum. Oldu 8a kubu. Üstə gəlsin. 4a-nı 5a-ya vurdum. 20a kvadratı. Üstə gəlsin. 4a-nı 1-ə vurdum. 4a. Çıxılsın. 2-ni 2a kvadratına vurdum. 4a kvadratı. Çıxılsın 10a. Çıxılsın 2. Mənə kvadratlar o lazım olduğuna görə kvadratlara baxıram. 20a kvadratından 4a kvadratını çıxıram. Olur nə? 16a kvadrat. Deməli, a kvadratının əmsalı nəyə bərabər olur? 16-ya bərabər olur. Cavab edir C variantı. Gəldik 19-cu suala. 19-cu sualda bizə nə deyir? 2 vurulsun A, B, C üstü xət. Çıxılsın 3 vurulsun B, C üstü xət. Üstə gəlsin A, C vurulsun üstü xət. Bu həll etmək üçün biz A, B, C üstü xətdən açılışını bilirdik. Olur 2 vurulsun 100 A üstə gəl B üstə gəl C. Çıxılsın 3 vurulsun 10 B üstə gələk C. Üstə gəlsin 10A üstə gələk C. İndi vuraq açaq. Olacaq 200A üstə gəlsin 200A üstə gəlsin 10B burada. 20B üstə gələk 2C. Çıxılsın 30B. Çıxılsın 3C. Üstə gəlsin 10A üstə gələk C. İndi hesablayaq. Burada nə verəcək? 200A ilə 10A toplasaq 210A. 20B çıx 30B mənfi 10B. 2C-dən 3C mənfi C. C-lər gedir. Bizdə qaldı bu. O da eləyir A variantı. Gəldik 20-ci suala. 20-ci sualda bizə nə deyir? 2x üstü 6 çıxılsın 4x-in kubu üstə gələk 2-nin kubu. Üstə gəlsin 3x üstü 5 çıxılsın 4x-in kvadratı üstə gələk 3 üstü 4. Çoxaltısının qüvvətini tapaq. 6-nı 3-ə vursaq 18,
5-i 4-ə vursaq 20. Ən böyük qüvvət 20 olduğuna görə mənim çox ədlimin qüvvəti 20 olacaq. Cavab elədi Y variantı. Gəldik 21-ci suala. 21-ci sualda nə edəcəyik? Bizə deyir 2 vurulsun 3-ün kvadratı üstəcər 1. Kvadrat yox. 3 üstəcər 1. Sonra 3-ün kvadratı üstəcər 1. Sonra 3 üstü 4 üstəcər 1. Sonra 3 üstü 8 üstəcər 1. Vurulsun. 3 üstü 16 üstəgəl 1. Çıxılsın 3 üstü 32 üstəgəl 7. Mən nə edəcəm? 2-nin yerinə yazacağım. 3 çıx 1. Düzdür? O birisi olacaq 3 üstəgəl 1. 3-ün kvadratı üstəgəl 1. 3-ün üstü 4 üstəgəl 1. 3-ün üstü 8 üstəgəl 1. 3-ün üstü 16 çıx 1 üstəgəl 1. Çıxılsın 3 üstü 32 üstəgəl 7. Bax 3 çıx 1 3 üstəgəl 1. Mənə verəcək 3-ün kvadratı çıx 1. 3-ün kvadratı üstəgəl 3-ün kvadratı üstəgəl 1. Mənə verəcək 3-ün üstü 4 çıx 1. Bundan bu verəcək 3 üstü 8 çıx 1. 3 üstü 8 çıx 1 ilə 3 üstü 8 üstəgəl 1 verəcək 3 üstü 16 çıx 1. Bu ikisi birləşəcək verəcək 3 üstü 32 çıx 1 çıx 3 üstü 32 üstəgəl 7. 3 üstü 32-lər gedir. 7-dən 1 çıxıram 6 edir. Cavab edir burada D variantı. Sonra gəldik 22-ci suala. 22-ci sualda gəldik 22-ci suala. X kvadratı çıxılsın 6x üstə gəlsin 12. Çox hədisinin ən kiçik qiymətini soruşur. Biz burada bir dənə kvadrat almalıyıq. 6x üstə gəl 9 üstə gəl 3. 6 2 vur 3 olduğuna görə bura 9 əlavə eləməliyim. 12-ni parçaladım. Oldu x çıxılsın 3-ün kvadratı üstə gələk 3. Deməli burada ən kiçik qiymət nə olacaq? 3 olacaq. Cavab elədi C variantı. Gəldik 23-cü suala. Mənfi x kvadratı üstə gəl 8x üstə çıxılsın 11. Burada da necə edirik? Mənfi x kvadratı üstə gəl 8x çıxılsın 16 üstə gələk 5. Olacaq mənfi x çıx 4-ün kvadratı üstə gəl 5. Burada da bizdən soruşur ən böyük qiymət. Ən böyük qiymət x-in aldığı qiyməti x bərabərdir 4. 4 qiymətində ən böyük qiymət alacaq. Cavab edir D variantı. Gəldik 24-cü suala. 24-cü sualda bizə deyir ki, standart şəkildə göstərin. Standart şəkildə verməyib, biz standart şəkildə gətirməliyik 24-cü sualda. Baxaq, 2 tam 3-də 2, x-in üstü 5, y-in üstü 8 vurulsun mənfi 10-da 3, x-in üstü 4, y-in kubu kvadratı bərabərdir. Birinci bunu çevirəcək düzgün olmayan. Olacaq 2-nin 3, 6, 8. 3-də 8, x-in üstü 5, y-in üstü 8 vurulsun. Mənfi 10-da 3-ün kvadratı 100-də 9 verəcək. X-in üstü 8, y-in üstü 6. 4-ə böldüm 25, 4-ə böldüm 2, 3-ə böldüm 3. 2-ni 3-ə vurdum 6, məxrəcdə 25 isə x-ları toplasaq edəcək 8, 13, y-ləri toplasaq 14. O da edəcək A variantı. Gəldik 25-ə. 25-də bizə deyir 4 vurulsun 81-in kvadratı üstə gəlsin 5 vurulsun 27-nin kubu. Sonra 9-un kubu vurulsun 57. Mən nə edəcəm burada? Yuxarıda 4 vurulsun 81-in 3-ün üstü 4 yazacağım. 3 üstü 8 üstə gəl 5 vurulsun 3-ün üstü 3 9 olacaq. 9 3-ün kvadratı da 6 olacaq. 57 3 vurulsun 19 olacaq. Burada yuxarıda 3 üstü 8-i çıxardacam çölə. Olacaq 4 üstə gəlsin. 5 vuruc 15. Aşağıda 3 üstü 7 vurulsun 19. 19 mörtəzədəki 19 getdi. 8-i 7 çıxdım. Əldə 3. Cavab eləyir B variantı. Gəldik 26-cı suala. Gəldik 26-cı suala. Bizə deyir 3x kvadratı üstə gəlsin 2x üstə gəl 2 üstü 4 vurulsun. 7x-in kubu çıxsın 5x çıx 1-in üstü 100. Bizə deyir çox ədədin sərbəst ədədini. Sərbəst ədədini tapmaq üçün x-a 0 verməliyik.
O da olacaq 2-nin üstü 4 vurulsun -1-in üstü 100. O da mənə verəcək 16. Cavab eləyir Y variantı. Gəldik 27-ci suala. Bizə deyir ki, 2x kvadratı çıxılsın 4x üstə gələk 6. Sonra vurulsun x çıx a. Çox hədlisinin standart şəkildə yazılışında x kvadratının iştirak etməz deyir. Bunu etmək üçün nə edirik? Sizə rahat yol göstərin. Bax, 2x kvadratını vurun a-ya. Olacaq -2ax kvadratı. Bir də harda x kvadratı ala bilərsən? 4x-i x-a vursan. Olacaq -4x-in kvadratı. İndi mən a-ya elə qiymət verməliyim ki, bununla toplayanda 0-a bərabər olsun. Deməli, a-ya mən nə verə bilərəm? -2a bərabərdir -4-ə, o da bərabərdir 2-yə. Deməli, a-ya 2 verə bilərəm. Cavab eləyir -2 verə bilərəm, qızlar. Çünki bu mənfini götürmürük. Uşaqlar, qızlar dedim, uşaqlar. -2a bərabərdir -4-ə. Bu mənfi ilə mənim işim yoxdur. Olacaq -2. Cavab eləyir B variantı. Gəldik 28-ci suala. 28-ci sual da bu tipdədir. Sadəcə burada 2 hədd, yəni A ilə B verib bizə. 2 qiymət tapmalıyıq. Baxaq. X-in kubu çıxılsın 3x kvadratı üstə gəl bx çıxılsın 2 vurulsun x üstə gəl a. Bizə deyir ki, x kvadratının və x-in kubunun əmsalları 2 olsun. Hər ikisinin əmsalı 2 olsun bizə. Birinci x kubları, x kvadratlarını ya da x kublarını tap, fərqi yoxdur. Bax, x kubunu tapdım. Olur ax kubu. Bir də x kubu var burada, baxın. -3x-in kubu. Düzdür? İndi x kvadratlarını tapaq, bax. bx kvadratı. Bir də harda var? Deyə burada. -3ax kvadratı. Düzdür? Mən buradan, birincidə kublardan a-nı tapa bilərəm də. 2 olsun deyə mən neyniyərəm? A-ya 5 verirəm də, düz deyil. 5-dən 3 çıxanda 2 verir mənə. Deməli, a 5-ə bərabərdir. İndi burada a-nı yerinə 5 qoysam, olacaq -15x-in kvadratı. İndi b-yə elə qiymət verməliyəm ki, 15 çıxanda sənə 2 versin. O da edir 17. Deməli, b də bərabərdir 17. Çünki 17-dən 15 çıxanda 2 verir də. A5, B17 cavab edir A variantı. Gəldik 29-cu suala. sualda 3x kvadratı çıxılsın 5y-in kvadratı üstə gəlsin 5y çıx 3x kvadratı vurulsun 3x kvadratı üstə gəlsin 5y. Üstəgəl 3 bərabərdir. İfadəsini çox adi şəklinə göstərin. Açaq. Kvadratı yüksəldik açaq. 9x-in üstü 4 çıxılsın 15, 30. 30xy üstə gəlsin 25y-in kvadratı. Üstə gəlsin. Bu müxtəsər olma düsturdur. Bu da olacaq 25y-in kvadratı çıxılsın 9x-in üstü 4. Üstə gəl 3. Baxırıq. 9x üstü 4, 9x üstü 4 getdi. Nə qaldı burada? 3 çıxılsın 30xy üstə gəlsin 25 bizə verəcək 50y-in kvadratı. Orada da cavab A variantıdır. Gəldik 30-cu suala. 30-da bizə deyir ki, A-nın dərəcəsi 13, B-nin dərəcəsi 15-dir. Deyir, A üstə gəl B-ni soruşun. Bizdə nə edəcək? Qüvvətdə ən böyük qüvvəti götürəcək. 15. Cavab elədi. Çox ədildə bizdə nə edirdik? Ən böyük qüvvəti götürürdük. O deyir 15. 31-ci suala baxırıq. Bizə deyir A-nın dərəcəsi 8, B-nin dərəcəsi 9-dur. Deyir A kubu çıx B-nin kvadratını tapın. 8-dir. 8-i 3-ə vuracam 24, 9-u 2-ə vuracam 10. Ən böyük qüvvət hansıdır? 24. Cavab 24. A variantı. Gəldik 32-ci suala. Silək. Keçək 32-ci suala. O 32-ci sualda bizə deyir 2x-in üstü 2n üstə gələk 4 üstə gəlsin 3y üstü 4n çıx 2 çıx 2 üstü 7. Deyir, çox ədlisinin dərəcəsi 84 olarsa n-in qiymətini tapın. Baxaq, n-ə 1 versək, burada qüvvət 6 edir, burada edir 2. Ən böyük qüvvət olduğuna görə 2n üstə gəl 4
vurulsun 7 bərabərdir 84-ə götürəcəyik. 2n üstəgələk 4 bərabər 84-ü 7-yə böləcəm 12. 2n bərabərdir 8-ə, n də bərabərdir 4-ə. Deməli 4 qiymətində A variantı. Cavab 33-cü suala baxıram. 3x üstəgələk y kvadratı ifadəsini almaq üçün deyir 9x kvadratı üstəgələk y kvadratını nə əlavə eləməliyəm? Birinci bu qüvvəti açaq. 9x-in kvadratı üstəgələk y-in kvadratı üstəgəlsin 6xy. Bu ifadə var. Nə əlavə eləməliyəm? Üstəgəl 6xy. Deməli, müsbət 6xy. Cavab A bəndə olacaq. Gəldik 34-cü suala. 34-cü sualda bizə deyir ki, A kvadratı üstəgələk B kvadratı bərabər 78. A üstəgəl B-ni verib 12. Deyir AB-ni tap. Birinci A üstəgəl B bərabər 12-dən kvadrata yüksəldərəm, ən rahat yol. Olacaq A kvadratı üstəgəl B kvadratı üstəgəl 2AB bərabərdir 144. A kvadratı üstəgəl B kvadratını verib 78. Qoyaq yerinə. 78 üstəgəlsin 2AB, o da bərabər 144. 2AB bərabər 144-dən 78 çıxacam. 14-dən 8, 6, 13-dən 66. AB də bərabərdir. 66-nı 2-yə bölsəm 33. Mənə elə AB-ni soruşurdu. 33 elədi. D variantı. Gəldik 35-ci suala. A çıxılsın B bərabərdir 10-a. AB-ni verib 24. Məndən A kvadratı üstəgəl B kvadratını soruşur. Bunun kvadratı yüksəldək. Ən rahat yolu. Olacaq A kvadratı üstəgəlsin B kvadratı çıxılsın 2AB bərabərdir 100-ə. AB-ni verib də 24. Qoyaq yerinə. Olacaq A kvadratı üstəgələk B kvadratı çıxılsın 48 bərabərdir 100. A kvadratı üstəgələk B kvadratı bərabər 100-ün üstünə 48 gələcəm. Edəcək 148. Cavab elədir C variantı. Gəldik 36-cı suala. Deyir A-nın dərəcəsi 8, B-nin dərəcəsi 6 olarsa A kvadratı BX-in kubu. Buradan B-nin əmsalını bilirəm də. B-nin qüvvətini bilirəm 6-dır. 6-nı neyniyəcəm? 3-ə vuracam. Eləcək 18. Düzdür. 18-in 18-dir. 18-dir. A-nın dərəcəsi neçədir? 8. 18-i vuracam 8-ə. Elədi neçə? 144. Düzdür. Bəs burada kvadrat deyir axı. Ona görə 2-yə vuracam. Olur 288. Cavab eləyir C variantı. Gəldik 37-ci sualda. 37-ci sualda rahat sual oxşuyur. Baxaq. Bizə deyir X, Y, Z artan sıra ilə ardıcıl tək ədəddir. X-a verək K, Y-ə verək K üstəgəl 2, Z-ə verək K üstəgəl 4. Düzdür. Gətirək ifadədə yerinə qoyaq. 3-ü çıxardıq çörə. Z çıx X, Z üstəgələk X. Məxrəcdə 8Y. Yuxarıda baxıram. Z K üstəgəl 4-dür. K üstəgəl 4-dən K-nı çıxsam, eləyəcək 4. Sonra K üstəgəl 4-ün üstünə K gəlsəm, olacaq 2K üstəgələk 4. Aşağıda 8 vurulsun K üstəgəl 2. Yuxarıda eləyəcək 2-ni də buradan çıxartsam, 24 K üstəgəl 2, aşağıda 8 K üstəgəl 2. K üstəgəl 2-lər gedir, 24-ü 8-ə böləcəm, eləyəcək 3. Cavab elədi B variantı. Gəldik 38-ci suala. 38-ci sualda bizə nə deyir? A üstəgələk B bərabərdir 6-ya, AB bərabərdir 3-ə. Bizə deyir ki, bu ifadəni tapaq. A kvadratı böl B üstəgəlsin B kvadratı bölünsün A. Ortaq məxrəcə gətirək. AB yuxarıda olacaq A kubu üstəgələk B kubu. A kubu üstəgələk B kubunu atsam olacaq A üstəgələk B. A kvadratı çıxılsın AB üstəgələk B kvadratı. Aşağıda AB. Mən bu ifadədən kvadrata yüksətsəm, mənə nə verəcək? Burada A kvadratı üstəgələk B kvadratı üstəgələk 2AB bərabərdir 36-ya. AB verib də 3-dür. Olacaq A kvadratı üstəgələk B kvadratı bərabərdir 36-dan 6 çıxacam 30. Gətirəm yerinə qoyuram indi. A üstəgəl B var 6 vurulsun. Burada yazam 30 çıxılsın 3. 27 bölünsün AB verib 3. Bunu buna vurursam 2. 2-ni də 27-yə vursam 54 edəcək. Cavab elədi Y variantı.
Gəldik 39-cu suala. Bu misallar çox sadədir. Sadəcə diqqətli olmaq lazımdır. Gəldik. A bərabər 27 olarsa 2a kvadratı üstə gələk 12a çıx 5. Bu ifadənin qiyməti. 2-ni çıxartsam çölə. Olacaq a kvadratı üstə gələk 6a. Bura üstə gəl 9 çıx 9 əlavə edirəm ki, kvadratı müxtəsər forma düstur əmələ gətirim. Çıx 15. Bu 15 qızlar. 15. Tez-tez qızlar deyirəm, şagirdlər çalışıram. Burada nə edirik? 2 vurulsun a üstə gəlsin 3-ün kvadratı çıx 9. 9 vur 2 18. Çöldəki bu 2-yə vuracam 18 çıx 15. Bərabərdir. A-nın yerinə 27 qoysam 27 üstə gəl 30 eləyəcək. 30-un kvadratı 900 eləyəcək. 900-də 2-yə vursam 1800 çıxılsın 33. Bu da bərabərdir 1767. Cavab eləyir A variantı. Gəldik 40-cı suala. 40-cı sualda bizə deyir ki, aşağıdakılardan hansı bir həllidir? Baxaq, neçəsi bir həllidir? Verib 2x çıx 3y. Bu bir həlli deyil. Sonra verib 4x çıx 10 bölünsün 7x. Bu da bir həlli deyil. Sonra verib 4x bölünsün 5. Bu bir həllidir. Sonra verib 2x kvadratı y. Bu da bir həllidir. Sonra verib 4x-in üstü mənfi 2y kvadratı üstə gəl 7. Bu da bir həlli deyil. Mənfi var burada. Sonra 3 modulda x üstə gəl 13. Modul ifadə. Bu da mənfi deyil. Bir həddi deyil. Sonra kökdə 2x kvadratı çıx 3. Bu da bir həddi deyil. Bir də verib kökdə x üstə gəl y. Bu da bir həddi deyil. 2 dənəsi bir həddidir. Olur cavab A variantı. Gəldik 41-ci suala. 41-ci sualda bizə nə deyir? Baxaq. 41. Bizə deyir, A üstə gələk B bərabərdir M-ə, AB bərabərdir N-ə. Bizə A kubu üstə gəl B kubu soruşur. Açaq bunu. A üstə gələk B, A kvadratı çıxılsın AB üstə gəlsin B-nin kvadratı. Məndə A üstə gəl B var, M vurulsun. AB də var, N. Amma A kvadratı üstə gəl B kvadratı yoxdur. Bunu kvadratı yüksəldəcəm. Olacaq A-nın kvadratı üstə gələk B-nin kvadratı üstə gəl 2AB üstə gəl M-in kvadratı. A kvadratı üstə gəl B kvadratı qalacaq. Bərabərdir. M kvadratından çıxacam 2N-i. AB veribdir N-dir. Gətirib yerinə qoyacam. M kvadratı çıx 2N çıx N. Vurub açacam. M kubu çıxılsın. Bu 3N eləyir. 3M N eləyəcək. O da cavab eləyir D variantı. Gəldik 42-ci suala. 42-ci sualda bizə deyir ki, A bərabərdir kök altında 3-ün üzərindən 3 çıxılsın 2. Deyir ifadəsinin qiymətini tapın. A üstə gəlsin 4-ün kubu çıxılsın 6. A üstə gəl 4-ün kvadratı üstə gəlsin 12 vurulsun A üstə gəl 4. Mən burada baxanda ifadəyə kub düsturu görürəm. Ona görə burada baxın 2 vur 3'dür. 2 varsa deməli burada 8 olacaq. Çıx 8. 2-nin kubu yazacaq. Çıx 8. Üstə gəl 3 yazmalıyım ki, mənə versin mənfi 5. Oradakı ifadəni versin. Deməli burada nə olacaq? A üstə gəlsin 2-nin kubu üstə gələk 3. A-nı verib. Yerinə yazıram. 3-ün üzərindən 3. Çıx 2. Üstə gəl 2-nin kubu üstə gələk 3. Bərabərdir. Burada 2-lər gedir. Kök 3-ün üzərindən gedir. 3 üstə gəl 3 qalır. Olur 6. Cavab elədir 6. D variantı. Gəldik 43-cü suala. 43-cü sualda bizə deyir ki, A kubu üstə gələk AB kvadratı bərabərdir 10 olarsa, aşağıdakı ifadənin qiymətini tapaq. Aşağıdakı ifadə belədir. A üstə gəlsin B-nin sonra A kvadratı çıx 3AB üstə gələk 4B-nin kvadratı üstə gəlsin A çıx B A kvadratı üstə gəlsin 3AB üstə gəl 4B kvadratı. Uzun misal. Bərabərdir. Bunu həll etmək üçün vurub açmalıyıq. Ən rahat yolu budur. Yəni başqa variantı yoxdur. Eləyək. A-nı vurduq A kvadratı. Oldu A kubu çıxılsın 3A-nın kvadratı B üstə gəlsin 4AB-nin kvadratı üstə gəlsin
a kvadratı b çıxılsın 3ab'nin kvadratı üstə gələk 4b'nin kubu. Üstə gəlsin, o birisi mötərizəni bura qaçaq. Olacaq a'nın kubu üstə gəlsin 3a kvadratı b üstə gəlsin 4ab'nin kvadratı çıxılsın a kvadratı b çıxılsın 3ab'nin kvadratı çıxılsın 4b'nin kubu. Buradan 4b kubları gedəcək. Biri müsbətdir, biri mənfidir. Sonra a kvadratı b ilə a kvadratı b gedəcək. Amma a kubu qalacaq. 2a kubu qalır. Sonra nə gedir burada? 3a kvadratı b ilə 3a kvadratı b gedir. Çıxılsın. Olur burada 2ab'nin kvadratı. Belə. İndi burada nə edəcəyik? Yəni yuxarını biraz sileyim. Yazaq yuxarıdan. İtməsin. Aha. Buradan 2-ni çıxarsam çölə. Olacaq a kubu üstə gəlsin ab'nin kvadratı. Orada üstə gəlmir. Üstə gəl ab'nin kvadratı. Bizdə də bu veri baxı neçə idi? 10 idi. 2 vur 10 elədi 20. Cavab eləyir D variantı. Gəldik 44-cü suala. Silək buranı. Keçək 44-cü suala. Gəldik 44-cü suala. 44-də bizə deyir ki, x bərabərdir 4-də 3, y bərabərdir -4-də 3. İndi baxaq. 5x kubu çıxılsın 4x kvadratı y çıxılsın 9x y kvadratı üstə gəl 7 bərabərdir. Burada nə edəcəyik? 5x kubu qalacaq. Mən 4x kvadratı y belə yazacağım. 5 üstə gəl x kvadratı y çıxılsın 9x kvadratı y. Düzdür? Verir -4x kvadratı. Sonra burada da bunu parçalayacağım. Bax, çıx 9x y kvadratı qalır üstə gəl 7. Düzdür? Buradan çıxacağım. 5x'in kvadratını çıxardacağım. X üstə gəl y. Buradan da çıxardacağım. 9x y. X çıx y. Üstə gəl 7. Bərabərdir. Ortaq üstə gəl. Üstə gəl olacaq. Ortaq vuruq x üstə gəl y çıxacağım buradan. Yerdə qalacaq 5x kvadrat çıxılsın 9x y. Üstə gəl 7. İndi x üstə gəl y-in yerinə 4-də 3 çıxılsın 4-də 3 yazanda mənə verir 0. 0 da istənilən bir ədədir. Buranda 0 verir. Buraya elədi 0. Cavabım nə olacaq? Verəcək 7. Cavab C variantı. Gəldik 45-ci suala. 45-ci sual rahat sualdır. Baxanda görsənir. İndi yazaq 45-ci sualı. Deyir, mənfi a-nın üstü mənfi 2 vurulsun a-nın üstü 4 aşağıda. Mənfi a-nın kvadratının kubu vurulsun a-nın üstü 7 vurulsun. Mənfi a-nın üstü 5 vurulsun a-nın üstü 4. Mənfi a-nın kubu bölünsün a-nın üstü 6 vurulsun a-nın üstü 19. Mən bilirəm ki, mənfi müsbət verir, mənfi müsbət verir, mənfilər getdi. Vurmada da əsaslar eyni olanda qüvvətlər nə olurdu? Toplanırdı. Birincidə olacaq. A-nın üstü -2 üstə gəl 4 nə verəcək mənə? A-nın kvadratı. Aşağıda 2-ni 3 vuracam 6, 6-nın üstünə 7 gələcəm, eləyəcək 13. Vurulsun. Burada 5-in üstünə 4 gələcəm 9. Aşağıda toplayacam 22, 28. Düzdür? Burada bölmədir uşaqlar. 3-dən 6 -3, -16 eləyəcək. Bölmədir özdə burada. Burada nə eləyəcək? A-nın kvadratı, A-nın üstü 13 vurulsun. Kəsirdə nə eləyəcək? Dəyişəcək. Belə. Bu getdi. A üstü 7 qaldı. Bununla bu getdi. A üstü 3 qaldı. O da eləyəcək 1 bölü üstü A üstü 4. A üstü -4 olacaq. A üstü -4. Cavab verir D variantı. Gəldik 46-cı suala. 46-cı suala baxaq. 2x kvadratı çıxılsın 2 kökdə 3-ün
kvadratı vurulsun 4x üstəgələk a-nın kubu. Sərbəst hədd 324 deyil. Sərbəst hədd tapanı bayaq dedim. Neyinirik? X-a 0 veririk. Versək burada 2 kökdə 3-ün kvadratı nə verəcək mənə? 4 vur 3 12 vurulsun. Burada 0 olacaq. A-nın kubu qalacaq. A-nın kubu. Bərabərdir bizə deyir neçəyə? 324-ə. A kubu bərabərdir. 324-ü 12-yə böləndə eləyəcək 27. A da bərabərdir 3-ə. Cavab eləyir C variantı. Gəldik 47-ci suala. Baxaq. 3A üstəgəlsin 9, x üstü 4, y üstü 7 çıxılsın AB üstəgəl 24, x-in kvadratı, y-in üstü 8 üstəgəlsin 4x-in kubu, y-in üstü 6 çıxılsın 7. Bizə deyir ki, çoxaltısının qüvvəti 9 olarsa, biz baxırıq. 3 üstəgəl 6 9 verirsə, deməli, yerdə qalan hədlərin əmsalı 0-a bərabər olmalıdır. Deməli, 3A üstəgəl 9 bərabər 0, A bərabərdir -3-ə. Bir də AB üstəgəlsin 24. Düzdür, bu 0-a bərabər olmalıdır. A-nı tapmışam -3. -3B bərabərdir -24-ə. B də bərabərdir 24-ü 3-ə böləcəm 8. Məndə də bunların cəmini soruşur. -3-ün üstə 8 gələcəm, eləyəcək 5. Cavab elədir D variantı. Bu da 47-ci sual. Gəldik 48-ci suala. 48-ci sualda bizə nə deyir? X bərabərdir 3 üstü 8 üstəgəlsin 3 üstü -8. Y bərabərdir 3 üstü 8 çıxılsın 3 üstü -8. Bizə deyir ki, x kvadratı çıx y kvadratını tapın. Nöqtəsər vurma düstur. X çıx y, x üstəgəl y. İfadədə yerinə qoyacaq. X nədir? 3 üstü 8 üstəgəlsin 3 üstü -8. Y nədir? 3 üstü 8 üstəgəlsin 3 üstü -8. 3 üstü 8 üstəgəlsin 3 üstü -8 üstəgəlsin 3 üstü 8 çıxsın 3 üstü -8. Baxaq. 3 üstü 8 3 üstü 8 qaldı 2 vurulsun 3 üstü -8. 3 üstü -8 3 üstü -8 vurulsun 2 üstü 3 üstü 8. 2-ni 2-yə vurdum 4. 3 üstü 8-də 0-a bərabər olur. Yəni 3 üstü 0 olur. O da 1-ə bərabər olur. Cavab edir 4. Cavab elədir D variantı. Gəldik 49-cu suala. 49-cu sualda bizə deyir ki, A-nın əmsal qüvvəti 2, B-nin qüvvəti 3-dür. Mənə deyir A x üstü 4 vurulsun B x üstü 2-nin çoxaltısının qüvvətini tapın deyir. Bizdə A 2 olduğuna görə 2-ni 4-ə vurdum 8, B 3 olduğuna görə 3-ü vurdum 2-yə 9, 6, 9 nə idi? Bizdə də bunların mühasibdə nə edirdik? Cəmləyirdik. 8-in üstünə 6 gələcək 14 cavab verəcək B variantı. Gəldi indi 50-ci suala. Gəldik 60-cı suala. 50-ci suala, üzr istəyirəm. 9x kvadratı üstəgəlsin 9y kvadratı çıxılsın 12x çıxılsın 6y üstəgələk 5 bərabərdir 0. Bax, burada biz kvadrat üçədli yaratmalıyıq. Yəni müxtəsər vurma düsturuna gətirməliyik. 9x kvadratı çıx 12x kvadratı. Düzdür? İndi mən buna nə əlavə eləsəm kvadrat üçədli alınır. Baxıram, bu 2 vurulsun 3 vurulsun 2 deməkdir də. Deməli 2 yoxdur burada. 3 var. 3-ün kvadratı 9 var. 2 olmanına görə bura 4 əlavə elədim. Üstə gəlsin. İndi bax buna baxırıq. 9y kvadratı çıxılsın 6y. Burada 2 vur 3-dür. Əlavə olması heç nə yoxdur. Yəni üstəcək 1 yazacağım. 4 üstəcək 1 5 verdiyinə görə bərabər 0. İndi burada nə olacaq? 3x çıxılsın 2-nin kvadratı üstə gəlsin 3y çıxılsın 1-in kvadratı bərabər 0. Cəm nə vaxt 0-a bərabər olur? Toplananlar 0-a bərabər olanda. Biz də burada nə edəcəyik? 3x çıxılsın 2 bərabər 0, x bərabər 3-də 2. 3y çıxılsın 1 bərabər 0, y bərabərdir 3-də 1. Düzdür? İndi bizdən nəyi soruşur? Bunların cəmini soruşur. 3-də 2, üstə gəlsin 3-də 1, bərabərdir 3-də 3, o da mənə verəcək 1. Cavab eləyir A bəndi. Gəldik 51-ci suala. Birinci sualda bizə deyir ki, AB üstə gəlsin BC üstə gəlsin AC 6-ya bərabərdir. A üstəcək B üstəcək C bərabər 8-ə. Bizdən bunu soruşur.
üçünün kvadratları cəmi soruşur. Bizdə düstur var idi. Kvadrata yüksəldəndə mənə verir. A üstəgəlsin B üstəgəl C-nin kvadratı çıxılsın 2AB üstəgələk BC üstəgələk AC. A üstəgəl B üstəgəl C-ni verib bizə 8. 8-in kvadratı 64 çıxılsın 2 vurulsun 6. 64-dən çıxacam 12-ni, o da eləyəcək 52. Cavab elədir D variantı. Gəldik 52-ci suala. 52-ci sualda bizə deyir x kvadratı üstəgələk 4x üstəgələk 6-nın kvadratı üstəgəl 2 bərabərdir. X kvadratı üstəgələk 4x 6-nı parçalayıram. 4 üstəgəl 2 yazacağım. Kvadrata gətirəcəm. O eləyəcək x üstəgəl 2-nin kvadratı üstəgəl 2-nin kvadratı üstəgəl 2. Burada bu 0 olması üçün mənfi 2 almalıdır. X düz deyil. Bura 0 eləyir. 0 üstəgəl 2-nin kvadratı 4 verəcək. Üstəgəl 2 bərabərdir 6. Ən kiçik qiymət eləyəcək 6. C variantı. Gəldik 53-cü suala. Gəldik 53-cü suala. 53-cü sualda bizə deyir, mənfi x kvadratı üstəgələk 4x üstəgələk 7-nin kvadratı üstəgələk 3 bərabərdir. Burada da kvadrat kimi yazacaq. X üstəgələk 2-nin kvadratı üstəgələk 3 kvadrat üstəgələk 3. Yenə bu 0'dır. 0 üstəgələk 3-ün kvadratı eləyəcək mənfi 9 üstəgələk 3 bərabərdir. Mənfi 6 verəcək bizə. Deməli, ən böyük qiyməti mənfi 6-dır. D. Gəldik 54-cü suala. X kvadratı üstəgələk 4-ün kvadratı üstəgəlsin y kvadratı çıx 2-nin kvadratı üstəgəl 5. Ən kiçik qiymət tapmaq üçün x-a 0 verəcəm. Çünki kvadrat olduğuna görə qiymətin yüksək verdikcə artacaq. Ona görə ən kiçik qiymət 0-dır. 0 üstəgəl 4-ün kvadratı üstəgəlsin. Bu onsuz bizə 0 verir. Kök altında 2 qiymətini qoyursaq bizə 0 verəcək. Üstə gəlsin 5. 16 üstə 5 gələcəm 21. Y variantı. Cavab eləyir Y variantı. Gəldik 55-ci suala. 55-ci sualda bizdə deyir ki, A bərabər mənfi 2-də 7 olursa, yenə baxın, A üstəgəl 3-ün kubu üstəgəlsin 6, A üstəgəl 3-ün kvadratı üstəgələk 12A üstəgələk 42. Baxaq, bax 2 vur 3'dür, düzdür. Deməli, bu 3A kub var, bu düsturda var da, deməli bu yoxdur. Ona görə mən bura nə yazmalıyam? Buraya yazacağım üstəgəl 8. Baxın, üstəgəl 8. Çıx 2. İndi burada nə edəcəyik? Olacaq A üstəgəl 3, üstəgəl 2-nin kvadratı çıx 2. O da mənə nə verəcək? A-nın yerinə qoyacaq mənfi 2-də 7-ni. Verəcək cavab 8-də 11. Bir dəfə mi yazdım? D variantı. Gəldik 56-cı suala. Deyir, x üstəgələ y-in kvadratı çıxılsın 6. Mən buradan 6-nı çıxardacağım. Olacaq x üstəgəl y üstəgəlsin 7. 7-ni də üstəgəl 9 çıx 2 yazacağım. Parçalayacağım. Müxtəsər vurma düsturuna gətirdim buranı, gördünüz. O da olacaq x üstəgəl 7 çıx 3-ün kvadratı. Düzdür, çıxılsın 2. Bizdən ən kiçik qiyməti soruşuna görə bu ifadə bizə verəcək 0. 0-dan 2 çıxacaq, mənfi 2 eləyəcək. Cavab Y variantı. Gəldik 57-ci suala. 57-ci sual burada bölmədən istifadə edəcəm. 57-ci sual. Ona görə silək, rahat olsun. İndi gəldik 57-ci suala. Bizə deyir ki, m vurulsun 2x çıx 3y bərabərdir 14x kvadratı çıx 11xy çıx 15y kvadratı. Bizə deyir m çoxadəsinin əmsalları cəmini tapaq. M çoxadəsini tapmaq üçün 14x kvadratı çıxılsın 11xy çıx 15y kvadrat. Böləcəm 2x çıx 3y. Başlayaq bölməyə. 14x kvadrat almaq üçün bunu 7x-a vurmalıyam. Başladıq. 14x kvadratı çıxılsın 7-ni çarpdıq 21xy. Çıxsaq eləyəcək 10xy çıxılsın 15y kvadratı. Bunu üstəgəl
5y-ə vuracam. Olacaq 10xy çıxılsın 15y kvadrat. 0 verəcək. Deməli, bu nə oldu? 7x üstəgəl 5y. Əmsal nədir? 7, bu da 5. Cəmi soruşur bizdən, eləyir 12. Cavab elədir B variantı. Gəldik 58-ə. Bizə deyir, A çox 50-sinin əmsalı 7, qüvvəti 7, B-nin qüvvəti 10-dur. Bizə deyir ki, A çıx B-nin kubu vurulsun AB. A-nın qüvvəti 7-dir, B-nin qüvvəti 10-dur. Ən böyük qüvvət 7 vur 3, 30 eləyəcək. Düzdür? Burada da 17 eləyəcək. Cəmini soruşur bizdən. 30 üstəgəl 17, cavab elədi 47. Y variantı. Gəldik 59-cu suala. 59-a. Son 2 sualımız qaldı. Baxaq. Deyir ki, A çıx 2, x-in kvadrat çıxılsın 4x üstəgələk 9. Burada nə edəcəm? A çıx 2, x kvadratı çıxılsın 4x üstəgələk 4 üstəgələk 5. 9-u parçaladım. Düzdür? Bu belə. İndi burada sonra biz fikirləşirik ki, x kvadratın əmsalı nə vaxt olar? 1-dən böyük olmalıdır. Yəni 0-dan böyük olmalıdır. 0 ala bilməz. Ona görə A çıx 2 böyük 0 yazacağam. O da deyəcək A böyükdür 2-dir. Burada ən kiçik qiymətini alır. Ən kiçik qiymətini alanda böyük 0 götürürəm. Amma sizdən ən böyük qiymətini soruşsa, onda A çıx 2-ni kiçik 0 götürəsən. A kiçik 2. Bizdən ən kiçiyi soruşduğuna görə A böyük 2 götürəcəm. Cavab eləyəcək Y variantı. Gəldi indi 60-cı suala. Axırıncı sualı izah edirəm. Baxaq. 2x üstü n-4 üstə gəlsin 3y üstü 9 minus n çıxılsın 7x üstü 36 bölünsün n. Doğrudur. Bizə deyir ki, qüvvəti ən çox neçə ola bilər? İndi baxaq. Qüvvəti ən çox neçə ola bilər deyəndə ifadələrin qüvvətinə baxacaq. N çıx 4. N nə vaxt ola bilər? N çıx 4 böyük bərabər 0. N böyük bərabər 4. Burada 9 çıx n böyük bərabər 0. N kiçik bərabər 9-dur. Sonra 36 böl n isə n-in burada qiymətlərini alacaq. N hansı ədədlərə bölünür? 1, 2, 3, 4, 6, 9, 12, 18, bir də 36. Düzdür? İndi baxıram. 4-dən böyük 9-dan kiçik. Deməli, hansı qiymətlər ala bilər? 4 ilə 9 arasında. 4 ilə 9 arasında 4, 6, 9-dur. Düz deyil. İndi biz bu ifadələri yerinə qoymalıyıq. Bir dəfə 4 qoyacam, bir dəfə 9 qoyacam. Baxaq. 4-dən 4 çıxanda 0 eləyir. 9-dan 4 çıxanda 5 eləyir. 36-nı 4-ə böləndə 9 eləyir. Bu belə. Sonra 9 qoyacam. 9-dan 4 çıxacam 5 eləyəcək. 9-dan 9 çıxacam 0 eləyəcək. 36-nı 9-a böldüm 4-ün. Ən böyük qüvvət hansıdır burada? 9-dur. Cavab eləyəcək C variantı. Bugünkü dərsimiz tam cəbri ifadələr idi. 1-dən 60-a kimi. Uşaqlar, gələn dəfə dərsimiz olacaq çoxədlin vuruqlara ayrılması mövzusu olacaq. Çoxədlin vuruqlara ayrılmasından da 50-60 sual izah edəcəm. Əgər izahlarımızı bəyənirsinizsə, izahların davamının gəlməyini istəyirsinizsə, səhifəni takib edin, videoları bəyənin və dərslərimizə qeydiyyatdan keçmək istəyirsinizsə 055 861 89 22 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.